Ayoğlu, Haysa. 5'e səhərə qədər Şıxəli babanı yuxuda görmüşəm, inanırsan. Ne istir? Ne değildi? Ay, nə deyəcək? Heç özünü tanıya bildim ki, kişi özün belə tanınma sala salırsın. Görürəm ki, belə qaşların belə dartdırıb. Burnun belə qəşəkcə balacalaşdırıb. Dodaqların şişitdirib. Belə dodağından tutmuş ta baldırına qədər silikon elətdirib. İnanırsan, belə bədənindəki tüklərin ta qolundan, qanadından, qılçından belə hamısını lazerlə eplasiya elətdirib, özü dayanıb yolun qırağında. Bir de şad haberi eşitmedik. Hoş nidasını eşitmedik. Sana ne değildi? Əma nə deyəcəkdir? Gecə baban yuxuda məni quruyub, yaş sərdi. Mənə qayıtdı ki, az bəri görüm. Az, bu sifətinə niyə diqqət eləmirsən, bala? Aha. Bax, sənin tayların hələ indindir ərə gedir. Çıxartdı belə cibindən mabil qəşək belə, deyib, bax bunu. Bax, bu bizi qanı yuxuda Şıxəli babam verir. Gedirsən Pramoy, məni əməliyyat eləyən doktorun yanına Sabir yaxşı əl gəzdirir. Səni belə üzümü, gözümü belə cavanlaşdırır. Hə, indi mən də deyirəm ki, sən də inol arxasındasan. Bəri başdan mən gedim bu üzümü, gözümü düzəltdirim. Sonra indi həyatda dana birdən başım qarışar eləyər. Yaxşı. Bu bizden gelişti. Eşya göster. Ayıptır. Şıxəliyə qalsa, Şıxəliyə kətdə də bir adam döyülüydü yani. Biliyorsun. Şıxəlinin söhbətini var. Sen özümü sanatoriya yazdıracağım. Orada istirahat edersin, cavanlaşırsın. Ya sən nə danışırsan? Mən istəyərəm başına dönüm. Sən o boyda rasxoda girəsən. Bir də ki, sən arvatdan pul ala bilərsən. Mətiç. Ay Mət. Arvat kimdir? Arvat kimdir? Arvat pul görür. Pul məndədir. Şıxəlilə mən qarışdırma. Arvat başında aşağı. Nə var deyil? Deyirsən, neyini yiyir?